və məlumat verdiyimiz kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir və bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə 115 nəfər köçürüldü. Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 30 ailə, ümumilikdə 115 nəfər Cəbrayıl rayonunun Horovlu kəndinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş kənddə daimi məskunlaşmaq imkanı əldə ediblər. Çıxanda yoldaşım idi, mən idim, uşaqlar idi. İndi maşallah hamısı böyüyüb, evlənib. Qızımla gedirəm, nəvəmlə gedirəm. Çox sevinirəm. Gör neçə ildir, 30 neçə ildir kətdən çıxmışıq. İndi fəxr edirəm ki, mən vətənimə qayıdıram. 30 il Horovlu kəndində mən müəllim işləmişəm. 93-ə qədər, 73 ildən 93-cə qədər idman müəllimi, təsərrüfat müdürü vəzifəsində işləmişəm, sahə rəisi işləmişəm. Məktəbin yardımçı təsərrüfatının rəhbəri olmuşam. İndi də çox sevinirəm ki, kəndimizə qayıdırıq. Allah dövlətimizi var eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, Allah dövlət rəhbərimizi qolbudaq eləsin. Allah onun üstünə yar olsun ki, bizi sevindirir, cəmaatımızı kəndimizə qaytarır. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət eləsin. Öz ana vətənimizə sevincimizin həddudu yoxdur, qaydırırıq. Ailə, yoldaşımla, oğlumla qaydırırıq öz evimizə, obamıza. 33 ildir bugünü gözləyirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah prezidentimizə də can sağlığı versin ki, bugünkü sevinci bizə yaşatdı. İndi bugün mənim oğlum köçür. Oğlum oradan gələndə 7 yaşı var idi. İndi şükür Allahın özünə ki, bugün ailəsi ilə, uşağı ilə mənim oğlum öz doğma vətənimizə köçür. Biz buna görə də göydə Allaha, yerdə Azərbaycan xalqına, başda şəhidlərimiz olmaqla Allah onların hamısına rəhmət eləsin, ruhları şad olacaq. Elə bu köç gedəndə də onların ruhları şad olur ki, onların o tökdüyü qan yerdə qalmadı. Qazilərimizə də Allah can sağlığı versin, Allah xalqımızı qorusun. Onların da xoş səsi, həmişə o elimizdə, obamızda toy səsi gəlsin, şənlik səsi gəlsin. Göründüyü kimi doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Horovluya qayıdan hər bir ailə də Qarabağ yenidən dirçəliş sənnaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Hüseyin İbrahimov, Real.